Xanımlar və cənablar, sevgili dostlarım, Gamexana izləyiciləri. Did Stranding seriyamızın 10-cu bölümündə xoş gördük sizi yenidən. Keçən bölüm yadınızdadırsa əgər 3 dənə bizə sifariş verilmişdi, hansı ki həssas karqolar idi bunlar və bu 3 dənə nöqtəyə gətirib bunları çatdırmalıydıq və hamısını gətirdik, çatdırdıq. Sonda bu zanaatkar, sənətkardır, zanatkardır da tam olaraq bilmirəm. Yəni ona çatdırdığımızda karqonu, o bizə bir karqo, daha doğrusu bir iş daha verdi. Ki bura əraziyə getməliyik. Burada da KV-lərin çox olduğu ərazidir. Hansı ki burada mən bildiyim qədərilə çox olacaq burada. Çünki bilinir ki partlama nöqtəsidir. Burada partlayış olub. Yəni krater var burada. Yadınızdadırsa o bölümdə çəkmədim bunu, keçən bölümdə. Düşündüm ki ayrı bölüm eləyim bunu. Çünki bundan sonra da mənə hansısa missiya verəcək çox güman ki. Ona görə də qaldığımız yerdən və qaldığımız sürətlə St. Porter Bridge-lə davam eləyirik. Kargolarımızı götürmüşük. Mən bilən bir dənə də yoxlayım hər ehtimala qarşı. Bir dəqiqə, alət çantasıdır da. Bunu çatdırmalıyıq. Deyəsən səhv eləmirəmsə. Və ünvana doğru getməliyik. Oradır ünvan. Yenə çox çətin və zorlu bir yol bizi gözləyir. Motosikletimiz yoxdur, maşınımız da yoxdur. Ayaqla davam eləməliyik. Yoxsa xəritədə ora nədir göstərir, onu bilmirəm. Mühəndisdir. Bura mühəndisi vermişdim axı mən bilən. Niyə məndə açıq görsənir ki bu? Varış nöqtəsi mühəndis. Sifarişi iade et dəyərli tablolar. Nəysə, buranı gedək həll eləyək, sonra ora baxarıq. Çünki bura məndə görsənir. Mənim hermatik bombam falan varmı ki, mən bilmirəm. Çünki mən bildiyim qədərilə kan torbam, yaman yerdə gecələdik. Çünki mənim hermatik bombam zadım da yoxdur. Mən ora necə gedəcəm? 5-1 konteyner təmir spreyimiz var, pləkanımız var. 6 dənə bombamız var. 6 dənə bomba ilə biz nə edəcəyik? O kevlərin arasına girəcəyik. Burada da ki kargo yığmağa yer də yoxdur çox güman ki. Hamısı da başqa yerdə qalmışdı. Aha, yağış yağır. Deyirəm də bu missiya çox çətin olacaq düşünürəm. Çünki hermatik bombalarım necə mənim yoxdur və yağış başladısa %90 KV-lərin ərazisinə giririk deyə. BT, o KV dediyim o görünməz məxluqlardır. Hansı ki keçən bölümdən xatırlayırsınız əgər o göbək bağı ilə yerə bağlı olur və kristal var. Kristal alaq. Çox vəziyyət gərgindir çünki mən bilmirəm nə edəcəyimi. Üstümdə hermatik bombalarım çox azdır. Və maşınım da yoxdur, iş orasıdır. Və biz oradan səhv eləmiriksə alət çantası nəsə ilə bir şey götürməliyik. O hissədən. Bu nədir? Mən bunu karqonu bir dənə şey düzəldim. Otomatik düzənləyək. Çünki yerləri səhv-süf düşüb. Üstümdə artıq bir şey yoxdur ki, yox. Amma üretim üçün yer yoxdur, yəni biz bomba falan ürətə bilsəydik əla olardı, amma nəysə gecikdik onsuz. Gərək bayaqki Fragile Express-ə baxardıq ona ki, orada var yoxsa yox. Burada vəziyyət çox gərgin olacaq. Bura nədir belə? Stadiondur bura. Ümid edirəm, yenə də deyirəm, bu seriya sizin xoşunuza gələr. Aha. Dedim də, mən bilirəm də, bu zibili mən bilirəm. BB oyandı. BB oyandısa, KV-lər də demək olar ki, gəldi. Gələ. Mən bu zibili bilirəm axı. Salam, xoş gördük sizləri. Mən gözə görünməz məxluq. Buradan pləkan qoysam görəsən. Yuxarı çıxa bilər miyəm? Çünki o içəri o içəri heç girmək istəmirəm. Ora heç normal bir yerə oxşamır. O yüzden oradadır şey. Bizim gedəcəyimiz yer. Yenə bura pləkanı yoxlayaq. Qoymur, icazə vermir
Pləkan qoymağa. Yox, yox, verir. Əla. Əla da, amma buradan da bir dənə pləkan qoymalıyam, mən bilən. Hə? Pləkan qoysam sonra pləkan ala bilərəm, değil mi? Sonra problem deyil ki. Oy, 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 az qala düşəcəkdim yerə. Hətta bu pləkanı götürüb bir reisdə orada istifadə edə bilərəm də deyəsən. Otur yerə. Düz yanımdadılar. Təbrik eyləm. Buradadılar. Mən nəfəsimi niyə tutamıram? Ağlama Bibi, ağlama, ağlama, ağlama Bibi, ağlama. Ağlama Bibi. Yanımdadılar. Ağlama Bibi. O tərəfdən getməliydim. Oy, düz yanımdadılar mənim. Bir dəqiqə, hermatik bomba götürə bilirəm. 5 dənə varım da hermatik bomba. Qaçma, qaçma, qaçma. Ayağa da durma. Biraz stamina yığılsın, sonra nəfəsimi tutacam. Nəfəsimi tutmuşam da, hə. Nəfəsimi tutmuşam. Ora getməliyəm. Getməyinə. Amma vəziyyətim gərgindir. Bunlar hardadılar axı? Görə bilsəm, bu hermatik bombanı da həm də yoxlayardım işlərində. Biraz oturaq. Burada. Burada da var. Şərəfsiz. Ölüb tutar. Əclaf. Əclaf. Yanıram əllərindən. Bibi də zəhərlənəcək az qala. Çünki çox nəfəsini tutmuşam Bibinin. Biraz nəfəsimi buraxaq. Bu hermatik bomba çox əla bir şeydir ya bu arada. Yəni tarıyaq buranı. Heç nə yoxdur, hələ ki salamatçılıqdır. Mən özüm oraya girmək istəmədim, çünki məsafə buradan göstərirdi. Bir dəqiqə. Orada nə var axı belə? Oradadır. Bu burada. Bunu götürüb getməliyik mən belə. Götürdük, geri dönməliyik. Yox, bir dənə bura baxaq. Hər ehtimala qarşı. Görək terminalda nəsə. Özəl dolab nədir? Burada özəl dolab mən neynirəm? Ki burada özəl dolab olsa olmasa nə faydada? Yəni nə işə yarayır ki burada özəl dolab? Dünyanın axırındadır. Əraziyə bax. Hələ ki sakitçilik, nəfəsimi buraxım. Gəldiyimiz yerlə də geri dönək, nəfəsimizi tutaq. Nəfəsimizi tutaq. Hardadır bu? Gəl. O düz yanımızda. Hara getdi? Burada şərəfsiz. Öl. Əclaf. Öl şərəfsiz. Mındar. Oğraş. Öl. Cındır. Düz ağzım içindədir ya özdə ya. Bir dənə də baxaq. Yavaş yavaş çatmışıq onsuz. Zibilini çıxartmayaq. Burada da bunu tutsaq. Tut da bunu. Bir dəqiqə pləkanımı götürə bilirəm buradan. Arxadakını.
Yox, 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 yox. Bir saniyə. Pləkan biz necə götürürdük yaxı? Yox, pləkan yığmıraq bu. Neyse. O birisini götürə bilmədim. Bunu deyir, sök. Bir saniyə. Onu söktü. Amma yuxarıdakı qaldı. Cəhənnəmə qalsın da pləkandır da. Çox da vezmədi. Sonra içərdən alaram pləkan. Əsas odur ki, missiyanı qutardıq da, demək olar, istədiyi şeyi gətirdik. Alət çantası istəyirdi bizdən. Bizi bəyənir. Bibi, heç gördünüz? Bibi əli ilə göstərdi ki, yəni halaldır sənə. Yağış yüzey konteyneri pis günə saldı. Paslandı konteynerlar. Bibi də dəhşət deyə temadır. Bibi yəni sinəmizdə olan uşaq. Burada ihtiyarın, o qocanın kargosu var. Bəlkə bunu yol üstü götürək. O dünən müqavilə imzalamaq istəmirdi bizlə. Əgər yadınızdadırsa, bizim ittifaqa qoşulmaq istəmirdi. Bəlkə deyirəm onun kargosunu versək, əlimdəki bombanı dəyişdirək də dayı. Əlimdəki bomba çıxsın da məndən. Əlimdə bomba ilə gəzirəm. Bir saniyə, biz hara getməliydik? Hə, ora. Bırak kargonu təhvil verək. Əla keçdi yaxı öz aramızda. Varış nöqtəsinə çatırıq. Yaxşı ki, üstümdə pləkanım var idi, yoxsa onlarla cırışacaqdım orada içərdə. Əraziyə daxil olduq. Fragile Express ID. Fragile'in ID'sindən istifadə eləyərək giririk. Bizə vermişdi axı yadınızdadırsa əgər. Boyunbağı bizə vermişdi. Bu yağışla olan şeydir ki, hər şeyi qocaldır, hər şeyi paslandırır. Hər şeyin vaxtı keçir. Adıca biraz yağış yağdı, ona baxın, konteynerlar çöktü. Sadəcə həyif motosikletim yoxdur burada. Motosikletdən, maşından, zatdan, nədənsə. Neysə, bunun çatdırılmasının sifarişini eləyək. Neysə, alət çantalarını verək. Sənətkarın təslimatını elədik biz. Bir çətin də olsa, axır bu işin üstəsindən gəldik. Ciddi sən deyir. Təbii ki, ciddiyəm, korsan. Getdim, demədin get. Sənə deyir imkansız deyir görəv. Sən imkansız olduğun mənə deyir sorasın gör. Sam Bridges, you are incredible. Thank you. Əla çatdırılmalı elədik. Hər şey əla, hər şey bomba kimi. Şimdi Hicks'la birlikte oldularsa bunlar en az Hicks kadar kötü yapar. Deyir onlar Hicks'la birlikte ederse yəqin ki o Hicks'təki birisi də kimdir? O bizim terörist, hansı ki bizim əməlinin bizə verdiyi insanlığı bir araya gətirmə tapşırığımızın qarşısını almaq istəyən Hicks'dən gedir mövzu. O bizə imkan vermir ki, Amerikanı birləşdirək və insanlığı bir araya yığaq. Mən də deyir sizin networkunuza bağlı. Buranı da bağlayaq. Sən səhv eləmirəmsə bir dənə qaldı o ixtiyardı nədir? Bəxtiyardı nədir? Duzlu xiyar. O qaldı deyəsən o bizi ilə müqaviləyə girmədi. İmzalamadı müqavilə. İndi onun kargosunu götürdüm, ola bilsin ki bəlkə razılaşarlar. Allah, yeni bağ da quruldu.
Silah verdilər bizə. Sənətkar bizə bola silahı verdi. Burada açıldı. Əla. Görürsən bu silah nə işə yarayır? Çox sağ olsun, var ol. Sağ ol qardaş. Var ol. Sağ ol. Minnətdaram. Bu bola silahı. Hə, bir dəqiqəyə qədər onları başını qatır o silah. Nədir ki o? Mesela alaq da niyə almırıq ki? Niyə atacağıq bura? Bu öldürmür. Bu prosta onları bağlayır. Yəni müvəqqəti əl qolunu bağlayır deyəsən üstümüzə qaçanların. Bir yox olmayan yerdən buna da şükür. Takı maskasını alsaq. Yanımızda qalsın üstündə. Harda daşıyım mən onu? Burada istifadə olunmuş var. Bunu düşürdək yerə. Taşınmayan hepsi. Kan torbası da yəni o şeyi kesib onsuz. Sağ ol. Minnətdaram. Neyse. Burada Sem için şey var, teslim. Ya, sipariş yok. Şimdi bundan sonra ne yiyeceğiz? Aha. Die Hard mı yıktı deyəsən. Şahane iş çıxardın deyir. 3 ara stasyon saflarımıza qatdıq. Abi o ixtiyar qatılmamışdı axı. We're planning to use a regional distro center as our next way station. But that'll have to wait. Got a priority task here. A mess in need of cleaning up. We need you to recover one of Lakewood's system servers. They sent it out for repairs. Gördüyüm şəhərində, yəni bu şəhərdə sistemi qurtarmalıyıq. Hardadır bəs ora? Otomatik halə gələcək. Hə, yükçülər oğurlayıb onu. O düşmənlər var ya, o keçən bölümdə də gördünüz də yəqin ki, üstümə elektrik tullayırlar. Onlar oğurlayıblar onu. Yükçülərin təslimat bölgəsinə get və o serveri deyir al. Sifarişi bizzət mən verirəm də elə bir. Nə? Oradır ha, ora. Hə, bura. Yükçü kampı. Məzələnir. Birbaşa deyir, ged onlarla əlbəyaxa döyüşə. Bir dəqiqə. Silahım anı ver mənim. Hə, silahım burada. Bu necə nişan alır? Bu necə vurur? Ümumiyyətlə. Hə, burada istifadə eləmək olmur silah, yəqin ki, ona görə. Hə, burada belə. Ay sona, bildim. Bomba atar kimi deyəm, belə vurdum. Bu sinan attım. Hermatik bombam da var. Ayda, mən gərək oradan hermatik bomba alardım. Hermatikdir, hematikdir, nədir? Nəysə, daha keçdik. Mənə maşın lazım deyib. Bir dənə maşın tapa bilsəydim buralarda ayaqda. Oy, şərəfsizlər gəzirlər. İxtiyarın, bəxtiyarın sumkaları da var burada. Onu da götürək hər ehtimalı. Burada nə varsa kristal var idi, onu da götürək. Bu nədir? O, mən bayaq da baxa bilmədim nə olduğuna. Və burada, burada yol var ki. Yolu kim tikib burada? Burada da bir dənə sumkamız var. Bunları da götürək. Bunları çatdırdıqca bizim XP-lər qalxır, artır. Burada yol var, amma o yolla getməyəcəm. Yəni, oradan nə mənası var getməyin. Prosta bir dənə birinci bura baxım. Bu görüm təslimat kargosu yeridirsə əgər, buradan elə belimizdəki bu 2-3 dənə kargo götürmüşdük. Onları təslim eləyə bizdən çıxsın. Deyəsən, hə. Yox. Bu şeydir. Yapı kargosu deyə bu şeydir. Nəsə iş görmək üçün olan bir şeydir. Buradan Pləkan çarçurt tikirsən buradan. Orada bir nəfər də yol tikib elə.
Bu ayaqlığı amma yaxşı elədilər bizə verdilər ha, yoxsa. O boğuldu ki. Bibi. Ağlama bibi. Ay kargolarım getdi mənim. Al mənim kargolarım getdi. Oyda zədə də gördü özdə. Bir dənəsi qaldı deyəsən, onu da götürək. Buradan keçə bilərik də yəqin ki. Gördülər məni şərəfsizlər. Neyse başqa yolum yoxdur onsuz. Buradan çıxmayacaq ha? Yox. Nə olub ya? Kargola hamısını götürdük də. Ərazidən uzaqlaşmaq lazımdır. Pis o tərəfə keçmək lazımdır. Şərəfsiz baxır mənə. Hara keçim o tərəfə? Yerim də çıxdı açığa. Dur ayağa da sən də. Vaxt tapıb oturmağa lazım olanda heç basanda oturmur yerə. Burada bu da var imiş ha. Bunu bilmirdim mən. Çıx da. Aa. Alo. Diyan. Oh. Bunlar vur bunlar. Bunlar müvəqqəti deyil bunlar ayağa durmağı. Dala qayıt. Məni vurdu bu. Özlərini vurdu deyəsən. Allah. Bu bizi şərəfsiz də vura bilsən zor olar. Allah. Bunu təkməni qoy ayağımızı qoy bunun belinə. Bunu vurmaq lazım. Bu əslində pis silah deyil. Amma öldürmür də bir dənə zibil şeyi odur. Dayan da bir yerdə. Valla bu ilə Allah. Getdik onu da vurmağa. Orada 5 dənə gülləm qalıb cəmi. Bunların maşınını götürə bilərəm mən. Gözlə bir dəqiqə görüm maşınını götürə bilərəm mən bunları. Maşınla çıxım tapdalayım üstlərini. Çünki mənə olsa maşın lazımdır. Aa, istifadə edə biləm. Nə zor. Gözlə görək. Bunlar hardadılar? Kim var burada, kim yox? Maşınla çıxım da bunların üstünə. Şərəfsiz burada. Gəl bura. Əclaf. O birisini də vura bilsəm bomba olar. Bir də orada. Tuzduram mənim hə. Gəl bura. Ay. Maşınımı vurdu, ona eşit. Cındır. Sən gör neyniyəcəm? Uf. Ekrana bax. Bir dənə təpik buna. Şərəfsiz. Bunları da maşına yükləyəcəm hamısını. Səbirli ol. Görüm başqa kim var? Bir də atanda. Oy. Uç buradan da ya. Bas bayrağı. Deyəsən şey. Ha, şey. Hamısını qırdıq, çatdıq. Posta kutusunu açaq. Götürməli olacağımız şey burdadır onsuz. %90. O sistem sunucusu. Buradadır. Ama burada çok şey var. Bu kayıp korku yükçü. O ne kadar şey var burada. Bola silahı da var burada. Yükçü botları da var. Mouse da lazım olacak. Kayıp kargo da var burada. Tırmanma tuzağı da var. Seramik. Ben hadi bunu da götüreyim. Yok. Yerimde yəqin ki belimdə yer qalmadı, ona görə ora attı. Neyse bunları götüreyim.
Sonra 105 kilo gedib maşın 245 kilo kimi daşıya bilirik şey. Allah hamısını maşına qoyaq. Okey. Seramik burada geçsin. Kayıp kargo var burada. Şu taşı da yükleyeyim bunda. Bunu da bura yükleyeyim. Sistem sunucusu orada. Kayıp kargo var burada. Bunu da bura yükleyeyim. Kayıp kargonu da yükleyeyim bura. Ne qaldı bizdə? Lap yuxarılara baxaq. Hansıları idi götürdüyümüz? Tırmanma şey. Bunu da bura ataq. Kayıp kargo var idi. Bunu da bunlar buradan götürdüyümüzdür. Yüksü botu əslində istifadə eləyə bilərik. 100%'dir. Qoy ayaqqabını geyək. O birisini hətta taşda yükləyək. Lazım deyil də bizə. Onsuz da taşı da alacaqlar əlimizdən %90. Belimizdəki hematik bombalar qalsın. Hematik bomba önəmlidir. Kayıp kargo, uyku hapları. Onu da bura ataq. Reçine, sistem sunucusu, bot. Bunu götürdüm də içindəkini. Bola silahı üstümüzdə qalsın təbii ki. Reçineni də bura ataq. Başqa. Все. Kargonun üstümüzdə düzəldik otomatik. Все. Maşın doldu bizim. Əla. Bu maşın düzələcək görəsən, hə, все. Əla. Görək başqa burada nə var? Götürməli olduğumuz içəridə çünki çox şey görsənir məndə. Bunlar götürə bilirəm. Maşına yükləyərəm. XP deyə XP verəcək mənə. Nə qədər şey var. Bunları da aşağıda boş-boşuna vurmamışam ki bunlar. Seramik var. Kayıp kargo var burada görəm. Qoydum yuxarı evin üstünə. Nəysə bunları da götürək gedək. Ay, yükləmək olmur. Necə? Yox, olmalıdır axı yükləmək. Yuxarıya baxaq, yuxarı lap başa. Əla. Yuxarıdakılar, hə, seramikdir. Əla. Son, bu indi hara getməliyik? Deməli, biz hara getməliyik? Bura, Göldüyüm şəhərinə getməliyik də yəqin ki, hə? Sistem sunucusunu ora aparmalıyıq. Burada başqa kargo var. Reçinedir. Kayıp kargo yoxdur. Seramik falandır. Bola silahı var orada. Gözə gedək silahı götürək. Çünki silah işimizə yarayır bizim. O əla silah idi. Ən azından yaxın məsafədə. Burada təzə maşın da var imiş. Silahı götürək. Silah bizə lazımdır. Silah nə qədər çox olsa o qədər yaxşı. Nə olub? Bu niyə var belə? Əla silah. Silah olsun. Əsas silahdır. Çünki o silah düz deyib şey eləməsə də, yəni öldürməsə də, amma ən azından onların əl qolunu zadını bağlayır da. O bağlamağı da mənə sərf eləyir. Biz indi hara getməliyik? Ora deyil, ora. Yəqin ki, ora getməliyik. Ayda, amma zaryatkam az deyə mənim. Burada zaryatkaya qoymağa yer var. Maşın bir dənə bu zaryatkaya qoyaq. Yəni, zaryatka yıxsın, fullansın, sonra gedək. Aşağıda yol var. Doldu deyəsən. Hə, doldu. Aşağıda yol var. Bayaqlarda o yolun yarıya kimi çəkilmişi var idi bu tərəfdə. O yolu niyə tam çəkmirik ki? Biz çəkək də tam. Gün kimi yol deyə ona bax. Deyir, burada kayıp kargo da var. Onu da götürək. Elə belimizə bıraq. Göldüyüm şəhərini görəcək elə. Min. Buradan yola çıxaq, ən yaxşısı.
Aşağı ilə getməyək çünki. Amma maşın əladır ya. Bütün karqolarına bax yükləmək olur bura. Motosikletdən daha çox tutur bu arada. 23-cü yol. Nə qəşəng yoldur bu belə. Ala bunlar yenə var. Nətəri biz bunları vurmamışdıq ki, bayaq döyüşmüşdük. Bunlar nə qədərlə şərəfsiz yığını. Bütün kargocuların kargosunu almaq üçün əllərindən gələn eləyirlər. Hamısı dayanıblar burada. Farsaj verdi, biraz sürətlə get. Gəl maşın vuracaqlar, qalacaq elə. Buna bax, lafa bax, hardan hara tutuzduq deyə. Hardan vurdu o? Allah bilir hardan vurdu. Dur. Yox, maşın verəm mənəm lan bunlara. Məzələnsən? Düşmən hardadır, ona baxmaq istəyirəm. Mən ərazidən çıxanda düz vurdu ya özdə. Onların ərazisindən çıxmışdım. De, gör hardan vurub məni. Bunlar nə atırlar belə? Daha düzəl də sən də. Üstümə gəlmir. Yox, bu birisi gəlir deyəsən. Nəysə, min. Sür. Tamam. Düz çata vurdu ya mən. Gördünüz onu necə 30 vurdu. Canavar kimidirlər ya, Allah haqq. Nəysə, farsaj verin ki, gəlib bir dənə də vuracaqlar, zibili çıxacaq. Açın ay qapıları. Mən gəlmişəm. Amma içəri. Sistem sonuçsuz üstümüzdə idi də deyəsən. Həm də BB-nin də vəziyyəti yaxşıdır olur. BB-ni də şey eləyək. Maşın gərək orada saxlayardım ki, maşın düzəlsin. Nə yox, bunu verim, sonra onu şey eləyərəm. Həm təzə nərdivan zat da alaq özümüzə silahla. Burada bir dənə özümüzü şey eləyərik. Birinci bunu verək, sonra kayıp karqulağa verərik. Hoş geldin. Dayatman değil, gələcəyimi söyləmişdi. Təbii ki, siz bizə mənə missiyanı ver, gerisi çəkili qıraqda deyən. Qardaşınız ölməyib, kamısı həll eləyəcək. Əla vəziyyətdədir deyəsən hamısı. Sam, I've added a reverse trike to the list of Müştəker. supplies you can fabricate. Lake Knot said he was kind enough to provide the blueprints as thanks. I'd tell you all about it, but didn't you used to have your own? Same deal. Two front. Nəsə tezdən masket verdilər bizə. Biləm də bunları zərfəyə qoysan orada. Bu saat hardadır masket? Uzaq məsafə üçün üstəkər. Bilirəm, Qavuliya masket al. Hə, dayatman gəldi. Sağ ol sən, değməz Bratva. I'll tell the boys to start testing the bots right away. You'll need to take it to the distro center south of Lake Knot City. Check the delivery terminal whenever you're up for more work. The preppers had some things to say about Fragile. You sure you Yenə başqa bir missiya verdi bizə. That business with Higgs. Thought I told you she hates him with a passion. Enemy of my enemy as far as I'm concerned. Don't take my word for it though. Just ask her and judge for yourself. I'd like Fragile güvənmək istəmir bu deyəsən, yoxsa necə mən yanlış anlayıram. Ona da telefon zəng gəlir. It's fragile. Fragile. You brought 3 preppers into the network and delivered Aha, everything they needed. bağlamışam hamısını. Aha, eləmişəm. Çox sağ ol, yaxşı iş çıxartdın deyir. You mind telling me what the deal is with you and Higgs? Hə, ikisindən deyir Arovuzda nə olub, onu başa sal mənə. Stories, huh? I'll tell you all Qulağıma about deyib it. şeylər gəldi, hər şey deyir, Meet deyəcəm me at the birbaşa, distro center, özüvə. south of Lake Knot. Göldüyüm şəhərində dağıtım mərkəzində görüşək, ora gedirsən də deyir onsuz. Good work. Göldüyüm şəhərinə gedirik, başa düşmədim. Please access delivery terminal for further information. Bir dəqiqə bir dənə baxım sifarişə. Sam, Bu nədir? a lot of
clients are requesting you by name. Pizza nədir? Now, while there Acil are pizza. orders we need you to accept, which are critical to the expansion of the chiral network, there are others that you can take or leave at your discretion. Başqa sifarişlər də var It deyir. goes without No, saying, indi though, deyəsən it's in həqiqətən Bolt everyone's best kuryeri interest olduq for biz. you to do as much as you can. And more work means more rewards. Daha fazla iş, daha fazla ödül. Gic qurumsaq. Bu nədir? Pizza çatdırmalıyam. Özü ki o hara? Alıcı, Peter. Səydi bu. Yenidən yol da düzəltməliyik, hə? Yenidən yol tikməliyik. Bu yarımçıq qalan yolu axıra kimi aparmalıyıq. Bir də prototip robot təslimat. Oy, hardadır bu? 3 dənə sifarişimiz var. Nəsə sifariş qalsın. Mən bu yayını burada bağlayıram. Bölümü daha doğrusu burada bitirirəm. 10-cu bölüm burada bitsin. Növbəti bölümdə də çünki yolumuz çox uzaq olacaq. Gic-gicə adam üçün bir üçün pizza bura aparmalıyıq. Sonra yol eləməliyik bura qədər. Sonra robot nəsə gətirməliyik bura kimi. Ona görə bu bölüm 10-cu bölümü burada yekunlaşdırıram. 11-ci bölümdə görüşənədək özünüzə yaxşı baxın. Hələlik.